Nə deməkdir nitq səhvi? Rечевая ошибка. Rечевая ошибка. Bəli, baxın mövzumuz budur. Rечевая. Rечевая ошибка. İndi bizim sizinlə bu vaxta kimi keçdiyimiz dərslərdən nitq səhvi olaraq bilməli olduğumuz daha doğrusu 3 əsas nüans var. Daha doğrusu ikisini biz artıq bilirik. Üçüncüsünü də, daha doğrusu 3 və 4-ü mən sizə bugün izah edəcəm. Birinci olaraq biz sizinlə nitq səhvi dirsə, nə axtarmalıydıq bir cümlə içərisində? Nə idi bu? Paronimin səhv istifadəsi. Paronim səhv istifadə olunur. Bunu zəhmət olmasa özünüzdə bir alqoritm olaraq qeyd edirsiniz ki, məsəl üçün, əgər mənə bir nitq səhvi mövzusu düşürsə, bax bunu görürəmsə əgər mən, deməli mən o mövzunun içərisində birinci axtarmalı olduğum şey nədir? Paronimin səhv istifadəsidir. Məsəl üçün deyirəm, mənə cümlə içərisində lazımdır tutalım ki, effektivный метод, effektivный способ. Nə deməkdir effektivный метод, effektivный способ? Как вы понимаете? Effektiv üsul. Bəli, yəni ki, nəticəsi olan üsul, правильно? Amma məsəl üçün götürür effektivный sözünün yerinə metod sözü ilə istifadə edir effektный metod. Və paronimin səhv istifadəsidir. Bu bir söz birləşməsinin içərisində də ola bilər, cümlədə də olmuş ola bilər. Açıq-açıq sizdən onu nitq səhvi olaraq da tələb edə bilər. Və yaxud da məsəl üçün sadəcə yaza bilər ki, tutalım, укажите неверное предложение, укажите неверное словосочетание. Nə bilim, nə idi başqa? Укажите, не знаю, предложение с речевой ошибкой. Nitq səhvi ilə. Хорошо? Birinci nəyə axtarırıq? Paronimin səhv istifadəsi. İkinci olaraq nəyə baxırdıq? Termin olaraq da sizə dedim bunu keçən dərs. Pleonazm. Nə idi pleonazm? Что такое pleonazm? Kim xatırlayır? Pleonazm iki dənə sözün məna olaraq biri-biri ilə uyuşmamasıdır. Məsəl üçün, çox tez-tez təkrarlayıram bu söz birləşməsini. Svobodnaya vakansiya. Nədir burada səhv? Müəllimə, başa düşdüm. Bu vakansiya onsuz da boş iş yeri deməkdir də. Aha, Ona bəli. Svobodnaya vakansiya səhvdir. Bəli, afərin. Bax, vakansiya onsuz da öz-özlüyündə boş iş yeri deməkdir. Mən niyə boş iş yerinin sözünün qabağında bir dənə də boş sözünü istifadə edirəm? Və yaxud da eynən bu mənada tutalım deyirəm ki, başqa nə götürə bilərik? Prostupak sözümüz var bizim. Nə deməkdir prostupak? Bunu da demişdim sizə. Bax, var поступок, o hərəkət və yaxud da davranış deyə tərcümə olunur. Bir də var проступок. Bu necə tərcümə olunur? Paronimlərdə var idi bu. Проступок это грех. Günah. Da. Правильно? İndi məsəl üçün deyirəm, mən bu sözün qabağında плохой проступок deyə bilərəm. Pis günah. Günahın yaxşısı olur, xanımlar, bəylər. Günahınızsa elə günahdır mənim. Xeyr, olmur, elə günah kimi. Bəli, mən artıq bunu istifadə edə bilmirəm. Və yaxud da, yəni ki, bu tip sözlər hansılar ki, məna olaraq bir-biri ilə uyuşmurlar da, yəni başa düşdünüz, istifadə oluna bilmirlər. Bax, bu pleonazm tutmaq bir balaca çətin olur, ona görə diqqətli olun. Üçüncü olaraq keçdiyimiz mövzulara əsasən bilməli olduğunuz nitq səhvi, bəli. Nə yazılar, biraz ortaya elə bilərsiniz. Mən nə üçünsə əvvəlini görə bilmirəm, qeyd edə bilmirəm. Quzum, o format səhvinə görə deyə, daha doğrusu fərqliliyinə görədir. Mən planşetdə yazıram, sən böyük ehtimalle telefon ya kompüterdə baxırsan deyə elə olur. Kompüterdə baxıram, ona görə hə, kompüterdə baxırsınız. Kompüterdə baxırsınızsa, sağ tərəfdə baxın, zoom işarəsi göstərir. Mənfini basıb balacalaşdırın oradan. Eləmişəm əslində. Təəssüf ki, gəlin belə də ki, mən skrin eləyim, saxlayım, siz yaşışlı sonra qeyd edərsiniz. Olar? Можно будет, да? Təəssüf ki, edə biləcəyim bir şey yoxdur ona. Olar mənim, olar. Və üçüncü olaraq nə edirik biz? Sifət və ismin uzlaşması. Правильно? Məsəl üçün deyirəm ki, tutalım deyirəm ki, mənim belə bir dənə sözüm var. Novost. Что такое новость? Xəbər. Правильно? Xəbər. Bəli, xəbərdir. Və mənim bu sözüm bu ost sonluğuna görə hansı cinsə aiddir? Ost, есть, ist sonluqları hansı cinsə aid idi? Renski? Da, qadın cinsə. Bəli, məsəl üçün götürür bunun qabağında səhv olaraq istifadə edir хороший новость. Halbuki necə olmalı idi? Хороший новость deyə bilirəm mən. Axı i kişi cinsinin sonluğudur. Düzgün forması olmalı idi хорошая новость. Хорошая. Aydındır? Bəli, indi biz baxın bunu elə bu alqoritm kimi də yadda saxlamalısınız ki, əgər söhbət
hər hansısa bir nitq səhvindən gedirsə, təkrarlayıram bax, şərt hissəsində sizin üçün deyə bilər ki, укажите предложение с речевой ошибкой. Və yaxud da укажите неверное предложение, неверное словосочетание. Yəni ki, mövzu olaraq baxırsınız mövzuya. Əgər görürsünüzsə ki, bu da yəni ayrı bir qrammatika mövzusu deyil, böyük ehtimal ki, orada bir nitq səhvində bir sual var. Və nitq səhvi sualı gəldisə ağlımıza ilk olaraq paronimin səhv istifadəsini və bütün cümlələri yoxlayırsınız ki, bəlkə hansısa paronim istifadə olunub. Məsəl üçün bu il paronim istifadəsində səhv var idi. Birinci cəhdə iştirak edən tələbələr bəlkə də xatırlayarlar o sualı. Orada qadavoy abonent deyə bir məsələ var idi. Məsəl üçün mənim tələbələrim hansılar ki, paronim mövzusunu yaxşı öyrənmişdilər, onlar hamısı onu düz yazıb. Sırası görən kimi tutublar. İkinci olaraq pleonazmdır. Məna olaraq 2 dənə sözün bir-biri ilə istifadə oluna bilməməyi. Və üçüncü də nədir? Üçüncü də hələ ki bildiyimizdən, bəli, Nurani deyir ki, mən düz yazmışdım. Sifət və ismin uzlaşmasıdır. İndi sizinlə bugün keçəcəyim mövzu, hələ ki daha doğrusu bir mövzunun davamıdır. Sonra keçəcəyim say və ismin uzlaşması da həmin bu nitq səhvi mövzusu olaraq bizim qarşımıza çıxa bilər. İndi hələ ki 4-cü olaraq nitq səhvi məsələsi bizim qarşımıza sifətin dərəcələrində çıxa bilər. Bax, elə də qeyd edirəm. Sifətin dərəcəsi. Əgər mən indi sizə burada 5 saat sifətin dərəcəsi necə yaranır və yaxud da falan bunları izah etməyəcəm. Çünki bu onsuz nəzəri mövzu olaraq sizə düşmür. Sadəcə konkret şəkildə mən sizin üçün bura qeyd eləyəcəm şəkilçiləri və nə olmaz, necə istifadə oluna bilməz. Eynən Azərbaycan dilində olduğu kimi, Rus dilində də bizdə var müqayisə dərəcəsi. Müqayisə dərəcəsi это сравнительная степень. Сравнительная степень. Bildiyimiz müqayisə dərəcəsi və bu müqayisə dərəcəsi 2 cürə yarana bilir. Bir, biz sözə y və yaxud da ş şəkilçilərini artırmaqla yarada bilərik. Məsəl üçün, var belə bir dənə sözümüz добрый. Necə tərcümə olunur добрый? Bəli. Məsəl üçün, mən buna əgər добрее, yəni ki, y şəkilçisini əlavə eləsəm, tərcüməsi daha xeyirxah. Bildiyimiz müqayisə dərəcəsində daha xeyirxah olacaq, düzdür? Və ikinci forma olaraq yarana bilər bu iki sözlə. Более, менее. Как вы понимаете, что такое более? Daha çox, menее, daha az. Və nitq səhvimiz harda ola bilər, xanımlar, bəylər? Əgər siz bolее və menее sözlərindən sonra, baxın, burada sizin üçün qeyd olunan şəkilçidə hansısa bir sözü görmüş olsaz, məsəl üçün deyirəm, əgər qarşınıza çıxsa bolее, menее, добрее, sizcə belə istifadə etmək olar? Bax, bu səhvdir. Niyə səhvdir? Çünki mən dərəcəni ya bu sözlərlə yaratmalıyam, ya da şəkilçi ilə yaratmalıyam. Niyə həm sözləri, həm şəkilçini bir araya gətirirəm ki? Более və menее sözlərindən sonra götürdüyünüz sifətlər olmalıdır təmiz formada. Təmiz forma. Təmiz forma nə deyirəm? Yəni, bunlardan sonra y və yaxud da ş şəkilçisini görsəz, onları istifadəsi səhvdir, olmaz. Məsəl üçün, deyə bilərsiniz, более-менее добрый, более-менее добрая, доброе, can formasında добрые və yaxud da hallandıra bilərsiniz, доброго, добрым, amma bu şəkilçilərlə istifadə oluna bilməz. Yəni, əgər bizdən sifətin dərəcəsi məsələsində bir nitq səhvi olacaqsa, o böyük ehtimal ki, burada olacaq. Siz müqayisə dərəcəsini ya şəkilçi ilə düzəltməlisiniz, ya da sözlərlə, более-менее sözləri ilə ikisini ortaq birlikdə istifadə edə bilməzsiniz. Aydındır? Понятно? Bəli. Всё. Hamıya aydındır? Пожалуйста. Если что-то непонятно, скажите. Əgər aydın olmayan nəsə varsa, deyin. Bir dəfə də üzərindən keçək. Хорошо. Aydınıymış. Keçirəm ikinci bir məsələyə, ikinci bir nüansa. O da təbii ki də, это превосходная степень. Как вы понимаете превосходная степень? Да, можно. Vаренье. Yəni, bu yüksəlmə dərəcəsi deyil. Üstünlük dərəcəsi, səhv etmirəmsə. Bəli, превосходная степень.
Люди добрые Çox atma dərəcəsi. bəli, eyni tema burada da var. Baxın, burada da mən deməli həmin bu üstünlük dərəcəsini yaradıram. Ya deməli yeş ayş şəkilçiləri ilə. Məsəl üçün dab rey şi. Tərcümə edin mənim üçün dabreyşi. Baxın, bu sizin yeş şəkilçiniz, bu da i sonluğunuz. Tərcümə edin dabreyşi. Ən xeyirxah. Üstünlük Ən dərəcəsi. xeyirxah. Правильно? Bir də ikinci olaraq siz bunu yarada bilərsiniz. Naibole, naimeniye və самый sözləri ilə bu sayılardan sonra da bu sözlərdən sonra da ни в коем случае нельзя употреблять добрейший. Dabreyşi. Bax, belə olmaz. Bayaqki məsələyə görə. Niyə orada şəkilçilər olmazdı? Eyni məsələyə görə də burada da şəkilçi olmaz. Хорошо? Ne istifadə edə bilərsiniz? Наиболее добрый, наименее добрый, самый добрый. Спасибо. Хорошо? В общем, ümumi olaraq nəyi yadda saxlamalısınız deyirəm. Əgər более, менее, наиболее, наименее, самый bunları gördünüzsə, çox böyük bir xəta olar ki, bunlardan sonra ye, ş, yeş, ayş sözlər görsəz, olmaz. Aydındır. Хорошо? Bunlardan sonra nə gəlməlidir? Təmiz forma. Все понятно? Есть вопросы? Hə, xanımlar, bəylər, hər şey aydındır. Bəli. Хорошо. Bəli. Bu da oldu bizim bugünkü, deməli neçinci olur bu artıq? 4-cü olaraq nitq səhvimiz olan mövzu budur. Əsas mövzularımızdan biri olan say və isim uzlaşmasıdır. Bayaq da dedim sizə ki, daha doğrusu bundan öncəki dərslərdə də qeyd eləmişdim ki, normalda say, isim, sifət və yaxud da feilin elə özü bir nitq hissəsi olaraq bizə təəssüf ki, imtahanda bir nəzəri mövzu olaraq düşmür. Bilmirəm, təəssüf ki, yoxsa xoşbəxtlikdən də onu da deyə bilmərəm. Amma bizə bir nəzəri mövzu olaraq düşmür. Bizim qarşımıza, məsəl üçün, baxın, say və ismin uzlaşması çıxa bilər, sifət ismin uzlaşması çıxa bilər, nitq səhvi olaraq çıxa bilər. Necəsə bizim qabağımıza gəlir, amma nəzəri bir mövzu olaraq gəlmir. İndi bugün bizim sizinlə mövzumuz это имя числительное. İmə çislitelnoye. Nədir bu? Bildiyimiz say. Deməli, say məsələsində əslində bir-iki nüans bizə tanışdır. Necə tanışdır? Yəni ki, hamımız saya bilirik sizinlə və düşünürəm ki, dildə tez-tez istifadə olunan sözlər də yaxşı yadda qalacaq. Birinci say və ismin uzlaşması deyəndə ağlımıza один sayı gəlməlidir. Rus dilində normalda miqdar sayılarının daha doğrusu da biz onlara dedik количественные числительные. Normalda miqdar sayılarının cinsi olmur. Amma bu miqdar sayının həm cinsi var, həm kəmiyyətə görə dəyişir, həm də hallara görə dəyişir. Yadda saxlayın. Один bir say olaraq özündən sonra мужской род. Одна özündən sonra женский род. Одно özündən sonra средний род və одни özündən sonra cəm formasında olan isimlər tələb edir. Məsəl üçün, один телефон, одна комната, одно утро, одни брюки. Что такое брюки? Как вы понимаете? Одни брюки. Nə deməkdir o? Və niyə biz ona deyirik одни? Bəli, bir şalvar. Bəli. Дело в том, что xanımlar və bəylər, rus dilində ümumiyyətlə elə isimlər var ki, onların tək forması olmur. Məsəl üçün, каникулы, сутки, брюки, очки, ворота, что там еще, да? Вот, bu tip isimlərimiz var ki, hansılarınki təki olmur. Ножницы, например, da. Amma biz Azərbaycanca axı deyirik bir qayçı.
və yaxud da bir şal var, düzdür? İndi rus onun bir dənə olduğunu göstərmək üçün həmin o həmişəcəmdə olan isimlərin, sayıla bilən o isimlərin həm bir dənə olduğunu göstərmək üçün həmin baxın bu adni sayını istifadə edir. Məsəl üçün yazıram yerinə adni брюки, очки, ворота. Что такое ворота? Hadi ворота. Darvaza, bəli. Qapı, darvaza, çöl darvazası, bəli. Bax bu isim daha doğrusu isimlərə fikir verin. Bunlar iki tərəfdən ibarətdir. Bax məsəl üçün gəlin qayçı sözünü götürək də. Baxın, iki tərəfdən ibarətdir. Şəklini çəkəcəm. Düzdür, mənim rəssamlıq qabiliyyətim sıfırdır. Fikir versiniz iki tərəfdən ibarətdir. Amma bu iki tərəf bir-birindən ayrılmır. Bir konstruksiya halında qalır. Eyni şəkildə şalvar, eynək, darvaza görürsüz. Yəni bu sözlər biz olaraq deyirik составные предметы. İki tərəfdən ibarət olub, amma bir konstruksiya formasında qalırlar. Yadda saxlayın, o tip əşyaların rus dilində təki olmur. Хорошо? Брюки, очки, ворота, ножницы o sözlərin rus dilində təki yoxdur. Və biz onların bir dənə olduğunu göstərmək üçün bu adni sayından mütləq istifadə etməliyik. Хорошо? Одни брюки, одни ножницы, одни очки, одни ворота. Хорошо? Aydındır? Bu bizə başqa bir yerdə də lazım olacaq. Əgər qaranlıq qalan nəsə varsa soruşun. Varmı? Понятно всё? Çox zəifdir geri dönüşləriniz. Xahiş edirəm. Ya mənə deyin aydındır, ya da deyin aydın deyil, mən keçim olar. Belə heç yaxşı olmur axı. Mən başa düşə bilmirəm sizə aydındır, yoxsa deyil. Ən azından Zoom chatına qeyd edin ki, buradan görə bilim. Хорошо? Belə yaxşı alınmır və mən boşuna vaxt itirmiş oluram. Хорошо. Bu oldu bizim bir sayımız. Daha sonra ikinci olaraq davam edirəm iki sayılı. Это два. Hansı ki özündən sonra sadəcə kişi cinsi və orta cinsə aid olan sözlər tələb edir. Və dve özündən sonra tələb edir женский род. Хорошо? Və əgər hər hansısa bir isim, bu da bizim qarşımıza çıxa bilər, yadda saxlayın. Necə çıxa bilər, indi onu da izah edəcəm. Yadda saxlayın, əgər sizin sayla istifadə etdikləriniz isimlər var da, onların biz normalda hallandırma məsələsinə də baxmalıyıq sizinlə, amma mən hallandırmanı belə ayrı demişdim də, sizə izah eləmirəm, çünki böyük mövzudur, amma ən azından bizə düşə biləcək hissəsini deyirəm sizə. Yadda saxlayın, əgər hər hansısa bir say 2, 3, 4 ilə bitirsə, deməli 2, 3, 4 özləri, bax say olaraq 2, 3, 4 və 2, 3, 4 ilə bitən saylarımız isimlə istifadə olunduğu zaman ismin sonluğu A, I və yaxud da I ola bilər. Məsəl üçün, две книги, 23 ученика. Və yaxud da kniги, tutan nə olsun başqa? 30. Deməli, bayaq qaldığım hissədən davam edirəm. Deməli, mən sizə nəyi izah elədim? 1, 2 istifadə qaydasını izah elədim. İndi də bir sonluq məsələsi var, hansı ki bizim qarşımıza səhv olaraq, nitq səhvi olaraq çıxa bilər. Bunu da yadda saxlayırsınız. Ümumi olaraqsa say və ismin uzlaşmasında olan səhvlərdən biridir. Yadda saxlayın, əgər sizin sayınız 2, 3, 4-dürsə və yaxud da 2, 3, 4 ilə bitirsə, məsəl üçün deyirəm 23, 34, 42, yəni ki 2, 3 və 4 ilə bitirsə, bu saylardan sonra istifadə olunan ismin sonluğu I və yaxud da A olmalıdır. Nədir bu? Yadda saxlayın. Bu əslində bir padej məsələsidir. Amma mən sizə padej olaraq izah eləmirəm. Məsəl üçün, две книги. Например, 42. Nə olsun məsəl üçün? 42 stula. Хорошо? Aydındır bu hissə. Agi. Bəli, aydın. Amma əgər sayınız 5 plusdursa, sonluqlarınız ov və yaxud da yev olmalıdır. Məsəl üçün 5
Stulyev. Görürsüz? Sonluğu yev. İndi sual verirəm sizə. 22 мальчика или 22 мальчиков? Hansı düzdür? Мальчика. 22 мальчика. Мальчика. Хорошо. 56, значит, телефон или телефонов? Telefonu. Telefonov. Хорошо. Bax, bu çıxacaq qarşınıza sınaqlarda. Ona görə diqqətli olun. Хорошо. Bu da bizim bir digər gecik səhvlərimizdən biri idi. İndi izah edəcəyim. Azərbaycan dilində əslində bu sayların qarşılığı olmadığına görə bir balaca bizə çətin gələn saylardan və mövzulardan biri это собирательные числительные. Собирательные числительные. Yəni biz başqa cürə bunlara deyirik. Əgər səhv tərcümə etmirəmsə, topluluq bildirən saylar. Nədir bu? Əgər söhbət собирательные числительные mövzu olaraq gedirsə, ilk olaraq ağlınıza gəlməlidir oba və bunun bir digər forması obi. Tərcüməsi hər ikisi deməkdir. Oba, obi tərcümə olaraq hər ikisi deməkdir. Oba özündən sonra mужской rod və yaxud средний rodda olan hər hansısa bir isim, obi isə özündən sonra женский rodda olan hər hansısa bir isim tələb edir. Və mən indi görsünüz belə yer saxlamışam. Bu yerdə həmin bu sayların hallandırılmasını qeyd edəcəm sizin üçün. Çünki biz hallandırma keçmirik. Обоих, обоим, обоими, hop, обоих. Hansı hərf təkrarlanır? O hərfi. Deməli, obanı hallandırdığımız zaman kökdə hansı hərfi görəcəyik? O hərfini. OB sayımıza gərək baxaq. Обеих, обеим, обеими və s. Hansı hərfi görürük kökdə? Y hərfini. Eynən burada olan Y hərfini. Oba sayını hallandırdığımız zaman kökdə O hərfini, OB sayını hallandırdığımız zaman kökdə Y hərfini görəcəyik ki, bu birdən məsəl üçün hər hansısa bir testin içərisində hallandırılmış bir formada bizə verilərsə ki, ağlınızda olsun. İndi məsəl üçün buna uyğun bir cümlə qeyd edeyim sizə. Məsəl üçün səhv olaraq necə verə bilər bizə bunu? Məsəl üçün yazır ki, у обоих сестер были хорошие оценки. Tərcümə edin. Hər iki bacının qiymətləri yaxşı idi. Хорошо. İndi düzdür, səhvdir. Bax, saydır. Обеих. Bəli. Çünki əgər mən bu sözü ilkin formasına qoysam nə olar? Sestra. Bu sözümüz də A sonluğudur və hansı cinsə aiddir? Женский rod. Bəs mən orada niyə burada o istifadə edirəm? Axı ilkin formada deyəcəm obi sestri, düzdür? Hər iki bacı. Deməli, kökdə hansı hərfim qalmalıdır? Y hərfi qalmalıdır. Y hərfi. Aydındır mı? Понятно? Hı? Bəli. Все, хорошо. Nəsə sualınız və yaxud da qaranlıq qalan nəsə varmı? Xeyr. Yoxdur. Mən üçün xeyr, başqası bilmir. Хорошо. İndi keçirəm bir digər məsələyə, sonra da bir-iki sual göstərəcəm sizə. Хорошо ki, qarşımıza çıxsa bilək ki, necə işləməliyik. İndi deməli topluluq bildirən sayılar, собирательные числительные dedimsə, ilk olaraq hansı iki sayı ağlıma gəlməlidir? Hı? Oba, obi. Oba. Oba, obi. Хорошо. Bir məsələni də sizin fikrinizə çatdırıram ki, qarışdırmayasınız. Baxın, say olaraq bizdə var oba və obi. Tərcüməsi nə oldu bunların? Hər ikisi. Qabağımıza bir də obo çıxa bilər. Bax, bunun
yuxarıdakı sayla heç bir əlaqəsi yoxdur. Bu bildiyimiz deməli predlog var. O və o predlogu. Bəlkə də bilirsiniz, hansının ki Azərbaycan dilinə tərcüməsi haqqında deməkdir. Haqqında. Хорошо? Baxın, o, bu sonluqda diqqətli olun. Bizim yuxarıdakı sayılarda belə sonluğumuz yoxdur. Bu bildiyimiz bu sözönlərin sadəcə bir formasıdır. Məsəl üçün, abamniye. Oy, sorry. Dəqiqə. Eşitmişsiniz bəlkə. Abamniye. Nə deməkdir abamniye? Mənim haqqım. Mənim haqqım. Bəli. Mənim Bəli. Aba всем. bizim Hər şey haqqında. Hər şey haqqında. Hər şey Мы haqqında. поговорили обо всем. Biz hər şey haqqında danışdıq. Biz hər Bu şey sayın danışdıq. yuxarıdakilərlə heç bir əlaqəsi yoxdur. Ha, yaxşı, bu başqa şeydir tamamilə. Qarışdırmayın deyə öncədən deyirəm. Хорошо? Запомнили? Bəli. Все. Bu da belə. Bəli. Daha sonra keçirəm bir digər nüansımıza. Nədir bu? İzah edeyim. Bu ikinci partiya topluluq bildirən sayılarımızdır. Bir-bir qeyd edəcəm sizin üçün. Значит, это у нас с вами двое, трое. Bu niyə belə qırıq-qırıq yazır? Mən anlamıram. Qoy yenidən yazım. Двое, трое, четверо, четверо, пятеро, шестеро. Kitapta bu var. Ama siz yeni de qeyd edin. Семеро, восьмеро, девятеро və десятеро. Başqa topluluq bildirən sayımız yoxdur. Двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Başqa topluluq bildirən say yoxdur. Yaxşı. Deməli, topluluq bildirən say, собирательный числительный dediyimiz zaman qarşımıza, ağlımıza gəlməlidir. O bir də bura qeyd elədiyim bu 9 dənə say. Başqa topluluq bildirən say yoxdur. İndi soruşa bilərsiniz ki, Sabina xanım, məsəl üçün 2, daha doğrusu 2, bir də dvoye. Fərqi nədir ki bunların? Məsələ odur ki, 2 bu miqdar sayıdır və 2 dənə hər hansı bir 2 əşyanı 2 fərqli əşya olaraq göstərir. Bu sayılar isə məsəl üçün 2, 3, 4 bunlar əşyaları, insanları bir topluluq olaraq göstərdiklərinə görə adı собирательный числительный gedir. Və əsas nüans olaraq, əsas nitq səhvi olaraq yadda saxlamalı olduğunuz odur ki, bu sayılardan sonra heç bir halda женский rod və yaxud da средний rodda olan heç bir söz istifadə oluna bilməz. Qarşınıza çıxarsa əgər двое подруг, bunu сразу nitq səhvi olaraq silməlisiniz. Niyə? Çünki подруга sözümüz hansı cinsə aiddir? Qadın cinsinə. Правильно? Поэтому двое подруг deyə bilmirəm. Qarşınıza çıxarsa, məsəl üçün, четверо окон. Bu sözün ilkin forması nədir? Окно. Pəncərə. Bəli, hansı cinsə aiddir o sözüm? Orta cins. Средний rod. Deyə bilərəm четверо окон. Люди добрые, deyə bilərəm. Bəli, Moskva rodda işlənməlidir. Bəli, ona görə istifadə edə bilmərəm. Хорошо? Понятно? Bu sayılardan sonra əsla və əsla qadın cinsi və yaxud da orta cinsdə olan heç bir söz istifadə edə bilməzsiniz. İndi bura yazıram, nə istifadə oluna bilər. Birinci olaraq, slova mужского пола, kişi cinsini bildirən sözlərimiz. Məsəl üçün, deyə bilərsiniz, двое студентов və yaxud da пятеро учеников. Siz mənə deyin görün, bu sözlərimiz ilkin formasında necə olacaq? Student,
Uçenik. Hansı cinsə aiddir bu sözlərim? Hı? Murskoy. Murskoy deməli deyə bilərsiniz. Rahatlıqla istifadə edə bilərsiniz. Sıfır şəkilçiləri var, yəni samitlə bitirlər, kişi cinsinə aiddirlər. Amma məsəl üçün qabağıma çıxsa двое учениц və yaxud da двое студенток. Bəs bu düzdür? Hı? Xanımlar, bəylər, düzdür bu? Bu sözlərimizin ilkin forması nə olacaq? Ученица, studentka. Səhv. Hansı cinsə aiddir bu sözlərim? Qadın cinsinə. Ona görə istifadə oluna bilməz. Ancaq kişi cinsini bildirən sözlər istifadə edə bilərik. Хорошо? Понятно? Запомнили? Hı? Yəni bu 9-dan sonra niyə işlənmir ki? Topluq. 9-dan sonra deyil, 10-dan sonradır. Cəmi elə 11 dənə elə sayımız var da bizim. 2-dən 10-a qədər, bir də oba-obi. Başqa topluluq bildirən sayılarımız yoxdur. Sadəcə qrammatik Yəni olaraq. 17, 18 Bəli, belə. yoxdur. 2-dən 9-a qədər, bir də əlavə oba-obi. Başqa topluluq bildirən sayımız yoxdur. Yaxşı? Tamam. Bu belə. Daha sonra nə ilə istifadə oluna bilər? İkinci olaraq. Это дети и детеныши животных. Nə deməkdir дети, детеныши животных? Uşaqlar və heyvan balaları ilə də istifadə oluna bilər. Məsəl üçün deyə bilərsiniz. Двое детей, двое ребят, nə bilim, двое поросят, медвежат, ягнят, qeyd edeyim bunları, козлят, nə qaldı orada başqa, лисят, heyvan balalarının ağlıma gələnləri gibi, волчат, например, хорошо. Uşaqlar və heyvan balaları ilə istifadə olunmasına icazə verilir, хорошо. Bunu belə yadda saxlayırsınız. Əlavə olaraq nə ilə istifadə olunur? Üçüncü olaraq. Bayaq dedim, həmişə cəmdə olan sözlərimiz var bizim sizinlə. O sözlərimiz həmişə cəmdə istifadə olunur. Nə idi onlar? Составные предметы. Например, очки, ворота, nə var idi orada başqa? Ножницы. Həmişə cəmdə olub sayıla bilən isimlərlə istifadə oluna bilir. Əlavə olaraq da xanımlar, bəylər, cüt əşyalarla. Cüt əşyalar. Məsəl üçün, deyə bilərsiniz, двое ботинок. Nə deməkdir cüt əşya? Bax, botinka deyirəm ki, cüt əşya deməkdir. Что значит двое ботинок? Niyə botinka cüt əşyadır? Necə başa düşürsünüz? Çünki 2 dənə deməmək, 2 ayağa Bəli, girmiş. 2 dənədir və bir-birlərindən ayrıla bilir. Bax, yuxarıda sizə bu qeyd etdiklərim, bunlar bir-birlərindən ayrıla bilmir. Biz bunlara deyirik составные предметы. Хорошо, bunlar bir konstruksiya halında qalırlar. Составные предметы. Amma cüt əşyalarımız, biz onlara deyirik parные предметы da. Onlar bir-birlərindən ayrıla bilirlər və həm təkləri var, həm cəmləri var. Серьги, серьга, ботинки, ботинок, кроссовки, кроссовка. Хорошо? Aydındır? Və mənim bu topluluq bildirən sayılarım həm həmişə cəmdə olub, bir-birindən ayrılmayan, bir konstruksiya formasında qalan isimlərlə əlavə olaraq da cüt əşyalarla da istifadə oluna bilərlər. Yadda saxlayırsınız. Daha sonra это местоимение, əvəzliyimiz var 3 dənə. Нас, вас, их. Məsəl üçün, их было 6. Nə bilim, вас 5. İstifadəsinə icazə verilir. Aydındır, xanımlar, bəylər. Все понятно. Вопросы какие-то есть? Hə, xanımlar, bəylər. Aydın olmayan nəsə var? Deməli, öncə başlayırım 78-ci sualdan. 78-ci sualda deyir ki, укажите неверный вариант. Əslində biz bu sualları bundan öncəki sınavlarda göndərmişdim sizə. Sadəcə biz bu mövzu ilə tanış deyilik ki, indi daha ətraflı şəkildə izah edəcəm. Birincidə gəlin baxaq görək, məsələmiz burada nədir?
Birincisini A variantı hələ izah eləməyəcəm, çünki bu da bizim ayrı bir mövzumuz olacaq. Hər iki fikrinizi qarışdırmaq istəmirəm. B variantından başlayacağım, nəyə ki keçmişik. На картине было изображено трое медвежат. Bugün keçdiyimiz sayılardan bizə orada tanış olan hansı say var? Troye. Правильно? Nə sayıdır bu? Necə tərcümə olunur? Hansı kateqoriyaya aiddir? Musko, Yox. musko sirena ola bilməz də. Женский rod və sredniy ola bilməz. Sualım amma biraz başqa cürə idi. Troye necə tərcümə olunur və nə sayıdır? Xanımlar belə 3 dəqiqə qabaq izah elədim axı elə bil. Topluluq bildirən saydır troye. Bəli, topluluq bildirən saydır və ondan sonra nə söz istifadə olunub? Hansı söz istifadə olunub? Medvejat. Bu medvejat. Bəli, nə deməkdir medvejonok? Что такое медвежонок? Ay balası. Bəli. Bizim bir punktumuz var idi ki, Ay balası. bəli, istifadə Детёныш. Да, дети, детеныши животных. Значит, вариант Б у меня правильный, правильно? На картине было изображено трое медвежат. Yaxşı, C variantında. День рождения обоих сестер прошел весело. Nədir burada problem? Обеих. Обеих сестер olmalıydı. Çünki sestra sözümüz hansı cinsə aiddir? Женский. Женский род. Хорошо. D variantında их было шестеро в маленькой лодке. Hansı qaydadır? Nə məsələdir? Nəyə baxmalıyam? Düzdür, səhvdir. Bu düzdür. Şester sözünə sonra Yəni muskoy rod işlənməlidir. Aha, amma hardadır burada muskoy rod qızım? Yox, burada шестеро маленькой ой var da mənim axırda. Ay. Da, Lodke. только burada şesтеро, orada D variantında ix əvəzliyi hara getdi bəs? Axı dedi axı nas vas ix əvəzliyi ilə istifadə oluna bilər. İx было шестеро. Hətta ona uyğun bir cümlə də yazmışdım sizə. Помните, 3 əvəzliyimiz var idi. Nas, vas, ix. Və bu 3 əvəzliyi ilə həmin bu topluluq bildirən sayılar istifadə oluna bilərdi. Düzdür? Ona görə D variantında ix было шестеро düzgündür. Yaxşı. E variantında в нашем классе 20 мальчиков. 20 мальчиков düzdür, səhvdir. Düzdür. Düzdür. Bəli, çünki demişdik, əgər say 2, 3, 4-dürsə və yaxud da hər hansısa bir say 2, 3, 4 ilə bitirsə, sonluğu A, I, I olmalıydı. Amma hal-hazırda axı elə bir məsələ yoxdur. Düzdür? Bu 5 plus saydı və sonluğumuz ov, yev olmalıdır. В нашем классе 20 мальчиков. Хорошо? Понятно? Aydındır bu. Bəli. Хорошо, 81-ci sualı görürsüz. Ha? Bəli, görünür. Bəli mənim. Deməli, burada deyir ki, укажите предложение, где употреблено числительное. Əslində bu tip sual bizə artıq düşmür, amma hər ehtimala qarşı başqa bir məsələyə dair də izah edirəm sizə bunu. Deyir ki, mənə elə bir cümlə göstər ki, hansısa ki, say istifadə olunub. Deməli, yadda saxlayın, baxın, A variantında olan пятерка, B variantında olan семерка, D variantında тройка, вообще двойка, тройка, четверка, пятерка, двадцатка, сотня. Bunların heç biri say deyillər. Bunlar hamısı isimdir. Rus dilində say bir nitq hissəsi olaraq həm rəqəmlə, həm də hərflə qeyd oluna bilməlidir. Bu saylar двойка, тройка, четверка, пятерка, шестерка bunlar nitq hissəsi olaraq say deyil, isimdilər. Ona görə bu gedəcək bu variantlarımız. Qalır orada bir C variantımız, bir də D variantımız. Дети шли парами. Uşaqlar cüt şəkildə gedirdilər. Cüt say deyil axı. Qalır orada C variantımız. İndi sizə sual verirəm. C variantında say hardadır? Двое брюк. Двое. Двое, хорошо. Niyə двое брюк? Брюk istifadə oluna bilərmi? Düzdürmü, səhvdirmi? Niyə istifadə oluna bilər əgər olunursa? Brück İkincisi deyil. həmişə cəmdə olan isimlərdən biridir. Brüki. Başı cəmdə deməli. Bəli, bəli. Dvoye brück ona görə istifadə oluna bilər. Хорошо? Yadda saxlayın. 77-ci suala baxın. Укажите вариант с речевой ошибкой.
Öncədən deyirəm, D variantında səhv var, amma nə səhvi var, izah eləyin mənə. Hı? В чем ошибка? Обойник verək olmalı deyil axı. Обойник. Yaxşı. Ümumiyyətlə qaydanı gəlin yadımıza salaq. Oba, obе. Necə tərcümə olunurdu? Hər ikisi. Хорошо. Qaydası nə idi? Oba özündən sonra hansı isimlər tələb edir? Yani burada jenski olmalıydı da obey. Хорошо. Mənim sualım Roza başqadır. Mənim sualım başqadır. Sizin mənə verdiyiniz cavab tamamilə fərqlidir. Niyə bilmirəm. Sual verdim axı. Neydi sual? Oba say olaraq özündən sonra hansı cins tələb edir? Oba. Mужской род. Və средний род. Obе özündən sonra nə tələb edir? Jenski. Женский род. Хорошо. İndi burada yazıb у обоих дверей. Mən bunun səhv və yaxud da düz olduğunu anlamaq üçün birinci baxmalıyam görüm. Bu yanında istifadə olunan isim hansı cinsdədir? İsmin ilkin forması necə olacaq? Qapı sözü necə olacaq rus dilində? Dver. Dver və bu sözüm qadın cinsinə aiddir. Qadın cinsinə aiddirsə, mən o B Obeyik. sayını hallandırmalıyam da, düzdür? Və mən o B sayını hallandıranda kökdə hansı hərf qalırdı? Y hərfi. У обоих дверей yox, olmalıdır у обеих дверей росли розы. D variantında səhv var. Aydındır? Понятно? Eşitmədim. Aydındır yoxsa deyil? Aydındır. Bəli, mən. Aha, deməli, üçüncü sualda baxın şərt hissəsindən artıq mənə deyir ki, ukażите вариант с речевой ошибкой. Nitq səhvi ilə olan sualı göstərməlisiniz mənə. İndi A variantında olan səhvi düzdür, mən artıq qeyd eləmişəm, amma hər ehtimala qarşı bir dəfə də xatırladıram sizə. Двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Bu sayılardan sonra hansı iki cins istifadə oluna bilməz? Jenski, sredni. Хорошо. Cins. Bəli, ona görə пятеро девушек deyə bilmərik. Düzdür? Правильно? Nельзя говорить пятеро девушек. Əgər siz 5 dənə qız demək istəyirsiniz, yəni 5 qız demək istəyirsinizsə, burada sizin etməli olduğunuz bildiyimiz sadə miqdar sayını istifadə etməyinizdir. 5 девушек deyin məsəl üçün. Amma пятеро девушек olmaz. Хорошо? Bir dənə də bir balaca məsələ var. İndi onu da sizə deyəcəm. Deməli, topluluq sayılarımız var da bizim məsəl üçün. Двое, трое, хорошо? Bunların ən azından bir-ikisinin hallandırmasını sizin üçün qeyd edeyim ki, cümlə içərisində görəndə çaşmayasınız. Хорошо? Baxın, двое hallandığı zaman eynən oba kimi. Двоих, двоим, двоими, o двоих. Eyni şəkildə троих, троим, не знаю, о троих, четверо, четверых. Yəni bunlar sifət kimi şey olur, Bəli, sifət kimi hallanırlar. Normal miqdar sayılarıyla qarışdırmayasınız deyə ən azından bəzilərini qeyd edeyim. Хорошо? Четверых, о четверых, например. Четверым. Bunu bilirsiniz, niyə sizə deyirəm? Bunu skrin eləyim, saxlayacağım özümdə. Хорошо? Məsəl üçün deyirəm, hər hansısa bir cümlə içərisində, məsəl üçün yazacaq ki, düzgün forması budur. У меня, значит, на свадьбе не было двух подруг. Bax, bu двух подругun ilkin forması nə olacaq? Две подруги. Правильно? Və bu düzgün istifadədir. Две özündən sonra qadın cins tələb edir. Tutalım, götürər cümlə içərisində yazar ki, у меня на свадьбе не было двоих подруг. Sizcə bu düzgündür?
Bu topluluqdursa xeyr. Bəli, Amma üstdəki çünki- topluluqdur. Bəli, üstdəki topluluq deyil, amma bu topluluqdur. Mən bu soyu ilkin formasına gətirsəm, bu olacaq dvoye. Dvoye podruq deyə bilərəm. Xeyr. Ona görə bu səhv olacaq. Yaxşı? Ona görə yadınızda saxlayın bunu. İndi praktikada daha yaxşı biləcəksiniz, testlər falan işləyəndə qarşınıza sınaqlarda çıxacaq.